Necəsin? Siz necəsiniz? Şükür Allah. Yaxşı olar. Qan analizinin cavabı maraqlandırır səni. Bəli, Dəqiq. dəqiq. Deməli, Apro hospitalda qan analizi verildi. Narkotik istifadəçisidir, yoxsa yox? Gördüyünüz kimi görüntülərdən də Nahidə Apro hospitala getdi və qeyd edim ki, Apro hospitalın çox böyük bir laboratoriyası, müasir avadanlıqlar özünüz də görüntülərdən görürsünüz. Dəqiq, doğru, düzgün cavab. Nailə xanım, xoş gördük sizi də. Hər şey yaxşı olacaq. Yaxşı olsun. Hər şey yaxşı olacaq. Bəli. Hətta sizin, Muradın, Nahidə ilə bağlı əməkdaşlarımızın apardığı araşdırmanın da sonucu yaxşı olacaq. Nahidə, niyə belə əndişəlisin? Ya, indişəli deyiləm. Yox. Özünə Yaxşı. güvən yoxdur artıq. Var, güvənirəm özümə. Bəlkə siz də hiss eləmirsiniz, amma güvənirəm özümə. Ağlamaq istəyir. Niyə? Mən bilmirəm. Yox, elə bir şey yoxdur. Titriyir səsin. Yox, titrəmirəm. Bu veriş, bilirsiniz də, mən ilk öncə də demişdim ki, ağlamalı bir verişdir. Amma sən gülürsən. Yox, mən gülmürəm. Mən gülmürəm. Lazım olsa ağlayaram. Yox, ağlamağa ehtiyac yoxdur. Allah səni heç vaxt lazım Yox, olsa insan var ki, ağlamaq içindən gələndə ağlamağı da bacarır. Hə. Xoşqədəm xanım, Nailə xanımın nəzərinə çatdırmaq lazımdır ki, əgər o haqlı çıxmasa, o haqlı çıxmasa... Xeyr, bir dəqiqə. Nailə xanımın bir dəqiqə, Sehran bəy, mən artıq siz necə ki, Nahidənin müdafiəsinə qalmısınız, mən də o qadının müdafiəsinə qalxıram. Necə ki, deyirsiniz, Nahidəyə söz deyən qarşısında məni görürsün. Mən də deyirəm, Nailə xanıma söz deyən qarşısında məni görürsün. Aydın. Qadın pis deyil. Aydın, onda mənim söhbətim sizlə qoy olsun. Əgər Nailə xanımın dedikləri haqlı olmasa, dediklərində haqlı çıxmasa, onda Nailə xanım... Hər halda Nailə xanımın dediyi bu... onu məhkəməyə verə bilər. Yəni onun... Ona görə ki, uşağını küçələrdən yığır. Yox, ona görə ki, uşağının həyatını, özünün yaşadığı bir yerə baxın. Nailə xanımın yaşadığı yeri göstərin. Xahiş edirəm, dostlar. Haqlı insanları haqsız duruma salmayın. Elgün nəsə deyir, Elgün desin sonra. Elgün. Xədəm xanım, mən sizə sözüm var. Mənə sözüm var. Bəli. Nə söz? Zəhmət olmasa burada gələ bilərsiniz. Hə. Xoşqədəm xanım, mən sizdən xahiş edirəm, mənim atamı tapmağa kömək edin. Atanın axtarışına çıxırsan. Bəli. Niyə bugünə qədər axtarmadın, məhz Nahidə çıxandan sonra atanın axtarışına çıxdın? Mən onu bir şərtdən bağışlayaram ki, atamın kim olduğunu desin. Atanı axtarmağa da məndən xahiş edirsən. Bəli. Yəni, özün istəyirsən. Bəli. Nahidəyə də şərtini, atanın kimliyi desə onu bağışlayacaqsın. Bəli. Nahidə, oğlunun şərtini eşit. Eşitdim. Eşitdim. Atamın kimliyini desin, onu bağışla. Və atanı axtarmaq üçün mənə müraciət et.
Nahidə, Həyatdır. sənə Heç səs kim alım, həyatımda- xahiş edirəm. Heç kim həyatımda sığortalanmayıb. Nə Bravo. mən, nə insanlar, heç kim. Bravo, düzdür. Heç kim həyatımda sığortalanmayıb. Aha. Hər Nahidə, kəsin bir səhvi ola bilər. düzdür. Həyatında yox, həyatında başına gələn Nahidə, mən biləcək sənə bir işlərdən dənə- sığortalanmayıb. Biraz Nahidə, sənə bir dəqiqləşdirə video onu. göstərmək istəyirəm. Sadəcə ya hə deyəcəksən mənə, ya yox. Gəl bura. Buyurun, göstərin. Efirə verməyin. Mirsan. Ya hə, ya yox. Xeyr, tanımıram. Tanımırsan. Nahidə, əgər bu məsələdə də mənə yalan desən, mən səni studiyadan çıxaracağam. Yaxşı. Çünki Nailə tanımıram dedin, şəkillər ortaya çıxdı. Ondan sonra özün etiraf elədi. Xeyr, tanımıram. Nailə xanım bəzi həqiqətləri gizlətməyə özünü borclu sayır. Ona görə o yalan danışa bilər. Ay qız, bu deyil Nailə. Bu, tanımadığım budur. Əgər burada da mənə yalan desən, sənə söyləyirəm. Bax, burada milyonların qarşısındadır. Səni bu studiyadan çıxaracaq. O ki, qaldı Nailə xanıma. Mən hər kəsdən xahiş edirəm. Nailə xanım bir dənə diqqətlə baxın, görün ki, hansı vəziyyətdə Elgünə baxıbdır. Hansı vəziyyətdə ona sahib çıxıbdır. Yaxşı insanları qoruyun. Yaxşı insanları üstünə getməyin. Bəli, mən demirəm Nailə həyatı dörd dörtlükdür. Yox, ola bilər onun da hardasa səhvləri var. Amma mənim üçün hal-hazırdakı vəziyyət odur ki, Nailə xanım kimsəsiz bir uşağa sahib çıxıb, ən azı onu doğru yönləndirib və hansı şəraitdə yaşayaraq izləyin. İlk dəfə də Nailə xanımın üzünü görəcəksiniz. İlk dəfə görəcəksiniz ki, günlərdir üzü burada bağlı olan qadın kimdir və hansı vəziyyətdə Elgünə analıq edir. Baxın, izləyin. Mən Kuleyeva Nailə Həsənova qızı. Mən 8 aylıqdan uşağa baxmışam burada. Mən neçə ildir zülmlə burada baxmışam uşağa. Gördüm ki, uşağı diləndirib, uşağın qolunu zadıb yandırıb. Saçın zadını qıxdırdım, edim. Gördüm saçını qıxdıranda gördüm başında kəsiklər var. Bıçaq kəsikləri. Dedim, bu nədir? Dedim, mama edeyim. Niyə görə? Deyib, pul qazanmamışam onun üçün, ona görə. O uşağa da zülüm edirdi. Qonşular hamısı bilirlər. Neçə ildir mən o uşağa baxmışam. Mənim yoldaşım ölməmişdən qabaq mənə deyir ki, ondan mən xəyət ol, götür apar, git götür, yanında saxla. Dedim, yox, qoy oxusun uşaq. Özüm də belə yerdə yaşayıram. Suyum yox, qazım yox. Baxın, nə gündədir. Hamısı bura su içində tökülür, hamısı yağış yağanda. Vəziyyətim çətin olsa da, mən heç vaxt o uşağı atmamışam, saxlamışam. Ona görə ki, mən elə qadın deyirəm ki, o uşağı atım. Mən uşaqlara yazım.
Nailə xanım, mən sizə alqışlayıram ayaq üstə. Gəl, gəl. Gəl, gəl. 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 Elgünün anası sənsən. Elgün deyir anasına sarılmaq istəyir Nailə xanıma, amma üzü maskalı mümkünsə. Üzü görünməsin, anasına sarılmaq istəyir. Bəli, Nailə xanım belə bir şəraitdə Elgünə sahib çıxdı. Belə bir vəziyyətdə. Ona görə gəlin mərdi qova-qova namərd etməyək. Mərdi qova-qova namərd etməyək. Nailə xanıma kimsəsiz bir uşağa sahib çıxdığına görə mən onun qarşısına baş əyirəm. Mənim ona qarşı heç bir iradım, bir tələbim, sadəcə olaraq onun nəzərinə çatdırdım ki, yəni xanımın narkoman olması ilə bağlı iddialarını nə qədər tezcə geri çəksə, daha effektli olacaq. Ona görə də ekspertsən əgər dediyində xanım haqlı çıxsa, xüsusi ittiham qaydasında sizi məhkəməyə verə bilər. Yəni bu halı sizin nəzərinizə çatdırmaq istədim. Qaldı ki, uşağa sahib çıxmışsınız, mən sizi alqışlayıram, sizə eşq olsun. Rastlarsa gözlerin yaşlı yavruna, suçunu bağışla, sarıl boynuna. Annem senin kadar kimse sevmiyor anne. Rastlarsa gözlerin yaşlı yavruna, suçunu bağışla, sarıl boynuna. Biz bize yaşarken geldik oyuna, eller kadir kıymet bilmiyor Nahide, annem. oğlundur burada Nailə xanımı qucaqlayan. Elgün. Nigar ana sabah sizə deyəcəkləri var, Xoşqədəm xanım. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Elgün çıxa bilərsin. Mən Nailə xanımı yalnız Murad bəylə münasibətdə dəstəkləyirəm. Nahidənin. Bəli, Nailə xanımı Murad bəylə münasibətdə dəstəkləyirəm ki, Murad bəylə münasibətdə haqlıdır. Amma bu uşaqla bağlı münasibətdə heç də mən Nailə xanımın yanında deyiləm. Bunu biləsiniz, yəni sizin nəzərinizə çatdır. Məncə elə Nahidənin yoldaşı da günahkardır və Nahidə də burada yoldaşı kim olduğunu etiraf eləməlidir. Deməlidir ki, bu uşağın atası kimdir? Hər kəsə də maraqlıdır da. Çünki uşaq sadəcə Nahidənin deyil, eyni zamanda onun da atasınındır. Onun atası mənim yoldaşımdır. Əgər bilmək istəyirsə. Yəni O mənim yoldaşıma papa deyir. Mənə də mama deyir. Bəli, yəni Bildiniz? Onu vəfsə bilmir atası kim. aydın. Burada bircə biyoloji dəqiqə, bir atadan sən- gedirsə. Necə? Buyur. Biyoloji atadan gedirsə. Biz anlayırıq ki, sizin yoldaşınız da biyoloji atalıqdan gedir. Deyirəm də mən şey yox. yenə təkrar edirəm. Qoy Aydın. kəssin. Aydın, buyurun. Durdular, Nailə xanımı alqışladılar. Mən ancaq burada Nailə xanımın o uşağı saxlamasında, yəlik eləməsində eləyib də məqsədlər görürəm. Nə məqsəd olacaq? Özünü bir dəqiqə Seyran bəy icazə verin. Lütfiyə xanım, heç məqsəd... Seyran bəy icazə verin Xanımı- fikrimi söyləyim. Buyurun, Mən buyurun. sizin sözünüzü İstənmə, kəsmədim. buyur. Nailə xanımın özünün uşağı olmayıb. Görüb ki, bir dənə yəsiz qızdır, qucağında uşaq, onu qəşəng ələ keçirdi, aparıb ki, biraz şirin dilə tutub evinə salıb, deyib yavaş-yavaş uşağı keçirdərəm öz adıma. İndi də deyir, bir dəqiqə Seyran bəy, məntiqsiz danışan görünür kimdir. Nailə xanım elədir. Siz Nailəyə narkoman deyirsiniz. Mənim evimə qapımın Belə ağzına deyər- Müsahibəsini Hər izləyəcəksiniz. kəsə bir pislik. dəqiqə Onu gözləyin. niyə və sal? Mənim qapımın İndi də ağzına bir ananı dəqiqə. baladan ayırırsınız, balanı da anadan. O Nailə uşaqdan yaxşı ana asılıdır. olmuyor.
Hal-hazırda da Naidədə analıq Gəlin belə izləri eləyək. yoxdur, amma Uşaq siz məsələsində günah işlədirsiniz. Geçen defa Elmira Hanım dedi ki Naila onun öz Hanım. uşakları da olubdu. Olmuyor. Elmira Hanım deyirdi. Uşağı böyüdüb, uşağa sahib çıxıb Zülfiyə xanım. Nə eləyib? Nə pislik eləyib? Görə Bu o yox öz məqsədi deyil. Gəlin belə 16 eləyək. yaşa qədər böyüdü. Gəlin belə eləyək, Nə eləyib? dostlar. Necə istifadə edib? Qan analizinin cavabı açıqlanacaq. Qan analizinin cavabı açıqlanacaq. Nailə xanım. Nailə xanım, xahiş edirəm, xahiş edirəm. Bir dəqiqə, xahiş edirəm. Nailə xanım, Nailə xanım, mən axı çox qışqıra bilmirəm. Çox qışqıra bilmirəm. Nailə xanım, Nailə xanım. Xahiş edirəm, biri baş... aşağı salmaya heç kəsin ixtiyarı yoxdur burada. Çünki kimsəsiz bir uşağa baxıb. Sehran bəy, Ona. Sehran bəy, mən bu xanımı sakitləşdirmək istəyirəm. Görürsünüz, siz oradan qalxırsınız. Mən axı deyirəm, bir dəqiqə. Ay xanım, icazə. Ay xanım, icazə verirsin. Buyur. Deməli, belə. Qan analizinin cavabı açıqlanacaq. Və Nahidə, bugün bütün olanları etiraf edəcək şəxs danışacaq. Ona görə sənə göstərdim, bu şəxsi tanıyırsan ya yox? Xeyr, tanımıram. Tanımırsan. Vallahi tanımıram. İnşallah ki, Nailə xanımın məsələsi kimi olmasın. Bax, Nigarı görürsən yanımda, 45 il əvvəl bir ailə tərəfindən övladlığa götürülüb. Düzdürmü? 10 il əvvəl müraciət eləyib sən axtarıma. Bugün 4 ailənin ana DNK-nın cavabı açıqlanacaq. Nigarın doğmaları ilə bağlı. Amma yeri gəlmişkən mən incə şəkilləri gördüm. Verin ekrana, axtarış var. Elcan Əsədzadə Şamiloğlu 1 iyun 2025-ci ildə Bakıda Nizami rayonundan itkin düşübdür. Elcan Əsədzadə Şamiloğlu ailəsi buradadır bu studiyada. Nigar ver bir dənə, anası buradadır. Dostlar, şəkilə diqqətlə baxaq. Elcanı tanıyıb bilənlər varsa 050-501-01-47-yə zəng etsinlər. Elcan imtahandan az bal yığdığı üçün. Elə deyil ana? Bəli. Danışın. Elcan blok imtahanında dünən iştirak edib. Yaxın Oradan jurnalını gətirib özü yoxlayıbdı. Görüb ki, nəticə zəifdir. Fikirləşib ki, mən anamın, atamın əziyyətini yerə vurdum, hədər elədim. Elcan Heydər Əliyev adına hərbi instituta sənəd verdiyi üçün, ora daxil ola bilmədiyi üçün o balla bu vəziyyətə düşüb. 6-ya 20 dəqiqə qalmış. Bax, gedibdi, əlində jurnal ki, balını yoxlada, geri dönməyibdi. Müəlliməsinin yanına gedib, amma həyətdə görübdülər, ancaq müəllimənin yanına çıxmayıb. O vaxtdan da Elcan yoxa çıxıbdır. 1 iyun Elcan Əsədzadəni tanıyıb bilənlər və ya Elcan, məni izləyirsənsə, anana, atana, əgər zərrə qədər sevgin və hörmətin varsa, çıx ortaya. Balı az toplamısan, az topla, 2-ci dəfə gedəcəksən. 3-cü dəfə. Amma valideynlərin o istirabının sən cavabını verə bilməyəcəksən. Buyur, müraciət edin oğlunuza. Mən Xoşqədən xanım, sizə güvənərək, dövlətimizə güvənərək buradayam. Mən bu gecə Elcan evə girmədi deyə mən də girmədim. Mən də yolda oturdum, balamı gözlədim. Heç vaxt Elcan evi tərk etməyib. Elcan ağıllı bir uşaqdır. Onu müəllimləri də təsdiqləyə bilər. Elcan cəmiyyətə vətənpərvər bir baladır. Elcan 9-cu sinifdən hərbi deyib dad deyir. Çox təəssüf, arzusuna çata bilmədiyi üçün, bala aşağı olduğu üçün bu addım atıbdır Elcan. Sizdən xahiş edirəm, dövlətimizdən xahiş edirəm. Buradan hər kəsə Elcanı tanıyanlara üzr istəyirəm. Xahiş edirəm, mən bizim ailəmizi balamıza qovuşdurun. Çox deməli, xahiş edirəm. Elcan Əsədzadə Şamiloğlu 1 iyun az bal topladığı üçün bəlkə də nələrsə baş verib bilmirəm, amma Elcanı tanıyıb bilənlər 050-501-01-47-yə zəng edin və bu şəkli hər kəs öz telefonunda bəlkə də görmüsünüz, bəlkə də hardasa görmüsünüzsə anonimlik qorunur. Qısa bir aradan sonra davam edəcəyik, kanalı dəyişməyək. Nahidənin qan analizinin cavabı nə oldu?